Bizim 90%'imiz benim xalqım Azərbaycan xalqı deyil. Benim xalqım Azərbaycan xalqının 1000 nəfəridir. Vəssalam. Ey anar, qulaq as. Bunu bil, yalan danışma. Sizə elə belə gəlməmişim. Anar, mən sənin atının yanında hərlənməmişəm. Sənin atın məni çağırıb. Mənə dedi ki, Sizcə Rəsulullah da mı yaltaq idi? partiyanın köləsiydi bu adam. Sovet İttifaqının ən müthiş, ən yaltaq adamıydı. Mən demirəm ki, onu heykəli uçursunlar, mən demirəm Azərbaycan ədəbiyyatından çıxarsın. Yox, qalsın, olsun. Amma fakt budur ki, bunlar olub. Şamiyana poema həsr eləmişik. Necə yazıb, Stalin eşqi ilə elə qoyun da belə qalsın. Niyə qoymursunuz ey Qazaxlılar? Niyə Səməruğunun partiyaya yaltaqlanan şeirlərini dəyişirsiniz? Niyə bundan danışmırsınız? Ey Qazaxlı fanatiklər, ey bədbəxt insanlar! Bağırov olmasaydı Azərbaycan müasir vəziyyətdə, müasir həzmdə olmayacaqdı. Allah mənə görə dağıtdı. Çünki məndim bir dənə əzab çəkən. Heç kim anar, bu, heç biri Sovet İttifaqının varlığından əzab çəkmirdilər. Mən ən böyük həyatda 3-4 səhv eləmişəm, böyük səhv. Ən böyüyü odur. Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Künc-bucağın ev adamındayıq. İstedadlı və görkəmli yazıçımız Əlisə Nicat qonağımızdır. Əlisə müəllim, xoş gördük. Necəsiz? Çox sağ olun, var olun. Əlisə müəllim, 260 manatlıq pensiya ilə 260 dərdi necə yola verə bilirsiniz? Yox, biraz artıb. İndi olub 360. 360 olub. 360, əlbəttə 360 heç o işığa, qaza, onlara elə güclə çatır. Amma kitablarım çıxır. Aha. Külliyyatı məsələlərim ayrıca da çıxır, həm də külliyyat kimi. 55 cilddə külliyyat kimi çıxır, 32'si çıxıb, 32 cildi çıxıb. Hələ ki birinci yerdəyəm də Azərbaycanda, hələ heç kimin, heç bir, istər köhnə, istər təzə bu qədər böyük külliyyatı çıxıb. İndi 33 hazırdır. Aha. Mən bir jurnalda oxudum, bir tanımadığım bir qız yazmışdı ki, Əlisə müəllimin başqa kitablarının da çox çıxıb da, bir 70-80 tərcümələrlə bərabər 100'ə qədər kitabım çıxıb. Bu qız yazmışdı ki, Əlisə müəllim əgər seçilmiş əsərlərini hazırlasa, bu dünyada ən dərin, ən gözəl, ən məzmunlu, ən maraqlı, ən fəlsəfi bir kitab olar. Bu mənə ağlıma gəlməmişdi, amma mən dedim də niyə mən bunu seçilmiş eləyim. Elə indi yazım və o, həm də o tələblərə cavab versin. Və sponsor kimdir? Deməli, Sponsor kimdir? Sponsor kimdir? Kim maliyyələşdirir kitabları? Var da, adamlar var maliyyələşdirirlər. Deməli, hər nəşrə, hər çapa 100 dənə, 150 dənə, ən çoxu 200 dənə çap edirəm. Bir 400-500 manat gedir və müxtəlif adamlar oradan-buradan tapılır. Görsən, onların köməyi ilə çap edir. Bəs sizə pul qalır, sizə pul verirlər? O satılandan sonra mənə qalır da. Onlar onun çap pulunu verirlər mənim xatırıma. Mənim xatırıma verirlər. Yəni təmənnasız ödəyirlər. O da satırıq yavaş-yavaş, dolanmağımıza xeyli kömək edir. Bir müddət əvvəl sizə yardım kampaniyası başladılmışdı. Ancaq deyəsən, həmin yardım kampaniyası axıra qədər uğurla davam eləmədi. Kimlərsə mane oldu. Düzmü deyirəm? Deməli, təxminən 7.000 pul yığıldı. 7.000, biraz da çox bura dağıldı bəzilərini oğurladılar falan. Bəlkə də bir 10-12 min oldu, amma 7.000 oldu, nağd gəldi. O xeyli borclarını ödədik. Ət pulu, işıq pulu, qaz pulu borcluydım, çox. Söndürmək istəyirlər, indi müdürləri zadı deyirdi falan, eləyər zadı. Onları verdim, borcları qutardım. Sonra gəldilər, kömək elədilər, bax bunu gətirdilər, yox idi. Deməli, bu yox idi, kitablarım belə yığılmışdı. Bunları gətirdilər, kənar qadınlar, 2 nəfər hörmət, alicənab qadın gəldi, kömək elədilər də, adlarını demirəm. Sonra bir başqa qadın da gəldi, sonra remont elədilər.
Mən burada pes qoyub yandırırdım. Bəli. Onu ləğv elədilər, o zat çəkdilər. Evə o qaz pesi İstilik. xeyli kömək oldu. O Bəs vaxtdan mane bəri. olanlar olmuşdu yardım kampaniyasına. Onlar kimlər idi? Da onu deyəmmərəm, amma internetdə görürdüm, bəziləri yazırdı, ki, nə falan şişirdirlər bunun falan vəziyyətin falan. Nəyə lazımdır? Öyle deyirlər müxtəlif adamlar. Amma elə belə böyük vəzifəli adamlar çıxmır. Heç kim o işə qarışmadı. Yəni hakimiyyət zat mane olmadılar. Mane Aha. olmadılar, çox sağ olsunlar. Bəs Əlisə Nicatın Mircəfər Bağırova sevgisi hardandı? Bağırov, Bəli. Mircəfər Bağırov. Azərbaycan tarixi, əzizim, oğlum, adı necədir? Tural. Tural. Bağırov olmasaydı Azərbaycan müasir vəziyyətdə, müasir həcmdə olmayacaqdı. Dönə-dönə Sovet İttifaqında, Politbüroda məsələ qaldırıb. Dağlıq Qarabağın verilməsi, eyni zamanda Naxçıvanın verilməsi, şimal zatların bir-iki rayonu Gürcülərə, qalanı da Ruslara, Rusiyaya qovuşu məsələ qaldırılıb. Hər dəfə Bağırov qəti etiraz eləmişdi. Bu Stalinin ümumiyyətlə Azərbaycan xalqına, Azərbaycana biraz rəğbəti vardı. Hətta Azərbaycan dilini bilirdi. O vaxt Bakıda tutulmuşdu, ona hörmət eləmişlər, onu qaçırmağına kömək eləmişlər. Sonra Azərbaycan musiqisinə, Azərbaycan dilinə bələd idi. Məsələn, Üzeyir bəydən 38-ci ildə dekadada soruşmuşdu ki, Üzeyir bəy, o cabar böladın, oxuyardı, səsi bütün şəhərə yaylardı. O sağdır ya yox? Azərbaycan İzrail'ə də birisi sağdır, bəli. Yəni Azərbaycana rəğbəti vardı, amma ermənilər, anti-Azərbaycan olanlar çox güclüydü. Mikayan başda olmaqla, siyasi büroda, axı Rusiyanın bizə heç bir rəğbəti yoxdur axı Rusların. Bəli. Bax, təsəvvür elə, bizdə Rus məktəbləri doluydu. Gürcüstanda, Ermənistanda yoxdur qətiyyən. Amma bununla belə Rusların bizə xoşu gəlmirdi qətiyyən. Məsələn, Azərbaycanda, Rusiya dainə adlarda, dainə məişətdə, ədəbiyyatda, Rusca çıxan kitabların sayı hesabı yox. Amma buna baxmayaraq bizə rəğbəti yoxdur. Hələ üstəlik müharibədə Azərbaycanı gedirdi, Rusca bilmir, kətdən çıxıb da, savadsızdır. Mənim də daim getdi, belə öldü o cür. Bunlar bilmirlər, yoldaşı bunları öldürürdü Ruslar. Görürdü ki, bu savadsızdır, kütbeyindir, öldürürdü. Bu məsələ böyüdü. Məsələ qalxdı yuxarı, minlərlə öldürülüb. Onda axı millətlər bir müharibə dövrüdür, diviziya yox idi. Ona görə Stalin, Bağırov getdi Stalin yolda, Stalin, bak görürlər bu Azərbaycanlıları falan. Yolda dedi, nədir fikrin nədir? Dedi, qoy ayrılsın Azərbaycan diviziyası, ayrıca bir diviziya yaratsın. Rəvayətə görə Bağırov getmişdi, o haman Rus öldürən generalı güya güllə ilə öldürmüşdü. Ona mən inanmıram, ona... Hətta güya ki, Xruşovun qardaşı olub. Belə deyirlər falan, rəvayətdir, amma Stalin bunun fikrini bəyənmişdi, o diviziya yarandı. Tagarrog şəhərinin Almanlardan o diviziya aldı. 416-cı diviziya. 416-cı Tagarrog diviziya. Yəni Bağırov ümumiyyətlə Azərbaycan sayəsində Azərbaycan ərazisi bütöv qaldı. Hətta bir dəfə Stalin elə hirsləndi onu, Naxçıvanın verilməməsinə etiraz. Axı gərək, axı burada politbüroda həll olunur. Gərək axı Respublikada razı olsun axı. Olmaz axı, necə deyərlər, Sovet Respublikalar ittifaqıdır. Burada biri razıdır, onun torpağı zorla dəyişir. Olmaz yaxı. Ona görə Stalin bunu Bağırovdan tələb edir. Bağırov da razı olmurdu. Bir dəfə Bağırovu qovdu. Vanatsuda oradan qışqırdı. Yəni oradan çıx. Bağırov da papağını götürdü. Mərkəzi komitədən çıxdı, getdi Qubaya, bacısının yanında. 6 ay Azərbaycan qaldı. İkinci katib kim idi? O keçdi, oldu birinci katib. Sonra gən də Beriyə getdi, Tavar Stalin. Bağırovdan axı qardaş kimi idi. Hələ dünyada belə dostluq olmuyor. Beriyə ilə Mircəfər Bağırovun dostluğu kimi. Getdi, deyir, 10 naş çalavek, 10 tuvoy çalavek falan. Bağırov deyir, yaxşı, Stalin deyir, yaxşı, o qayıtsın. Bağırov təzdən qayıtdı. Onun sayəsində ona görə, hələ mən onu demirəm ki,
Bəli. Bağırov ben niye Azerbaycan Demokratik Cumhuriyeti'nin harici hemen agentliğin Bağırov'dur. Niye onlar bəs Bağırov'u getirmişler milletçiler? Niyə? Niye getirmişler? Çünkü etibarlıydı. Bilirler ki bu adamın hayatı kadar sevir öz ülkesini, öz halkını. Ona göre Mehmet Emin'in, Fethullah Khan Koyuncu'nun razılığıyla Bağırov'u getirdiler. Azerbaycan o dövrdə DTK harici kəşfiyyat koydular oraya. Bağırov'da cavan olan dostu Beriye'nin 16 yaşı vardı. Beriye 1899 ildi, Bağırov 96. 3-4 yıl ondan böyüdü. Getirdi öz yanında işlemeye. Orada dost kardeş gibi oldular. Sonra Beriye gitti Gürcistan'a. Döne döne Bağırov ki Azerbaycan'a 22. ildə öldürürler. Bağırov Azerbaycan'dan çıkıp gitti. Gürcistan'da Beriye onu düzeltti. Orada su təsərrüfatı naziri orada canını kurtardı. Levon Mirzoyan'ın elinden. Levon Mirzoyan Ermeni Azerbaycan'da 1923. ben bunları demişim bir defa. Bəli. 23. ildən 27. ilə kimi Azerbaycan'ın rəhbəri olub Ermeni. Ondan sonra 27'den sonra onu buradan şikayetleri zara kovdular. Gitti Stalin Həşərxana, oradan da gitti Qazaxstana. Qazaxstanda millətçilik elədiyinə görə, millətçilik. Sen Levon Mirzoyan'a bak ki, Qazaxstana gedib 60 tane Ermeni gətiziri burada müxtəlif vəzifələrə qoyub. Nazirlər, ikinci katib. Buna göre onu sonra 40. ildə axırı güllələdilər. Əgər Stalin, Müzəffər Bağırov Azərbaycan xalqı üçün böyük işlər görübsə, o zaman Səməd Vurğun niyə vətən xaini kimi qiymətləndirilir? Əli Sənicatın baxışlarında daha çox yaltaq ifadəsi onun ünvanına, şəninə yaraşdırılır. Səməd Vurğunun vətən xaini deyil. Səməd Vurğun Sovet İttifaqının ən müthiş, Sovet İttifaqı Komünist Partiyasının ən yaltaq, ən müthiş, ən məzlum, ən sədaqətli adamıydı. Benim de 30 yıl yazdığım şiir Stalin demiştir, Stalin deyir. Ölende yazıyor, Stalin eşkiyle ne kadar sağam, Stalin eşkine yaradacağım. Səməd Vurğun yazıb bunu. Səməd Vurğun deyir, bəşərin vicdanı, eşki, yüreği, her zevki, sefası partiyamızdır. Bütün yeryüzünün hoş geleceği, her zevki, sefası partiyamızdır. Ve buydu Səməd Vurğunun bütün varlığı partiyadan ibarətdir. Baxmayaraq 3-4 tane şehir Azerbaycan şehri kimi. Azerbaycan şehrinin de axırından el bilir ki sen ben güzel şehirdir de. Axırda deyir ki bir o partiyanı demir. Stalin eşkiyle sen xoşbaxt olacaqsan Azerbaycan. Stalin öldü, onu elədi partiyanın eşkiyle sen. İndi partiyada getdi Sovyetkape'ye, indi eliblər Azerbaycanın eşkiyle sen çaqsan Azerbaycan. Bunu Səməd Vurğun yazmayayım. Ne ihtiyarınız var? Onun şehrini değiştirirsiniz yalandan. Necə yazıb Stalin eşkiyle elə qoyun da belə qalsın. Niye koymursunuz ey Qazaxlılar? Niye Səməd Vurğunun partiyaya yaltaqlanan şehirlerini değişirsiniz? Niye Stalin'i, Sovyetkape'ni, Rus halkını göylere kaldırıp, niye Şamyan'ı tərifleyip Səməd Vurğun, niye bundan danışmırsınız? Ey Qazaxlı fanatikler, ey bədbəxt insanlar. Azerbaycan'dan fərq qoyursunuz. Qazax irəlidir. Şəki yox, Quba yox, Lənkəran yox, Qazax. Adam da belə olar, adam üçün də fərqi olar. Sizcə Rəsulza da mı yaltaq idi? Bu Lenin poeması canlı mənim Rəsulza ya bir bundan yaxındıq da, bir konfliktimiz oldu, sonra aramız dəydi. Balıq söhbəti. Hə, balıq əhvalatı, oldu, onu çox mənzərəl çəkdim. Mənim ən böyük həyatda 3-4 səhv eləmişəm, böyük səhv. Biri ən böyük odur. Yəni o kişi, o məsələ, mən o məsələ əməl eləmədim. Bilmədim, niyə eləmədim. Asan bir şeydir də, bir də Asatiri nədir? Hə, nədir ki? Amma bilmədim nəyə görəsə, elə bir Allah qoymadı məni. Bunu eləyim və ona görə o da hirsləndim, belə məni cəzalandırdı. 10 il nə qoydu Yazıçılar İttifaqına keçim, nə də qoydu bir əsərim çap olunsun.
Amma mən yenə ona minnətdaram, yenə ona Allah rəhm diləyirəm. Çünki şair kimi güclü şairdir. Baxmayaraq Lenin poemasını yazmışdı, amma eyni zamanda güclü şairdir. Onda belə çıxır ki, Anar da atasına görə sizlə çəkişir. Anar çəkişmir, Anarın mənlə işi yoxdur. Amma səmərğinə görə mənə zad elədi ki, atamın filan nə bilim yanında hərlənirdi. Anar, mən sənin atının yanında hərlənməmişəm. Sənin atın məni çağırıb. Mənə dedi ki, bir dərnək kimi şey yarat. Ey Anar, qulaq as. Mən də elə bir dərnək yaratdım. Orada gəldi İsa İsmailzadə, Ələkbər, nə bilim Fikrət Qoca, başqaları yığışdıq onun yanına. Mən onları tanış elədim. Biz Rəsul şeirlərimizi oxuyur, müzakirə edirdik. Mənlə bu dərəcədə yaxın idi. Mənim ilk şeirimi Lənkərandan aldı, çap elətdirdi. Mən onun yanına çıxan mənə bir poema yazmışdım. Bu poema çox səs-küy saldı. Bayrona həsr olunmuşdu. Çox o dövrdə haüküylü bir səs oldu. O dedi ki, Rəsulullah dedi ki, mən ömrümdə bir kəlmə yalan danışmamışam, Anar. Heç vaxt mən bir kəlmə mənim bu dilimdən yalan çıxmıyor. Dedi ki, o poemanı ver, mən də əl gəzdirim, mən verəcəyəm çapa. Rəsulullah dedi. Mən də poemanı gətirdim. Sonra Anar həman əhvalatdan sonra Rəsul dedi, getdim onlara, dedi ki, qeydlərim var filan. Amma hirslənmişdi artıq, çünki o əhvalat baş vermişdi. Poemanı da mənə qaytardı, halbuki demişdi ki, mən verəcəyəm çapa. Qaytardı, çap da eləmədi, onunla da gedib gəl. Mənim sizdə olmağımı Anar şahiddir. Anar görüb oradaydı. O məni dəvət eləmişdi. Anar, mən sizə elə belə gəlməmişdim. Rəsulullahın dəvəti ilə gəlmişdim. Mən onun ətrafında hərlənməmişəm. Mən ona tərif deməmişəm heç vaxt. Bunu bil, yalan danışma. Güya mən indi də Səmərquna sataşıram. Xeyr, mən Səmərquna hörmətim var, ilhamlı şair idi. Amma partiyanın köləsi idi bu adam. Bu adam, bunu mən demirəm ki, onu heykəli uçursunlar, demirəm, mən demirəm Azərbaycan ədəbiyyatından çıxarsın. Yox, qalsın, olsun. Amma fakt budur ki, bunlar olub. Səmərqun partiyanın köləsi idi. Sovyet partiyasının, Rus xalqının Şamiyana poema həsr eləmişdi. Odur durub yolda Şamiyan. Bunun bir poeması var, oxuya bilərsin. Şamiyan belə deyirdi, bəli. Bəli, tərif yazır. Rəsul Rızaya 3 kilo asatirin balığını vermədiniz, aranız pisləşdi. Anara, oğlu Anara, yazıçı Anara 3 kilo balığı verib barışmaq istərdinizmi? Yox. Onlarla heç bir kontaktımız olmayıb. Heç bir elə yaxınlığımız da olmuyor. Düzdür, bir dəfə məni dəvət elədi. Bir dəfə dedi ki, evə gəlmirsən. Amma mən getmədim. Çünki mən xoşlamırdım da. Mən özümdən, öz mövqeyimdən, öz yarazımdan məmnun idim. Ona görə heç kimə ehtiyac duymurdum və yaxşı da çap olunurdum. Amma sonra qaldı da. 1996-cı ildə 5 otaqlı evi 3000 dollara satıb kitabınızı çap elətdirdiniz. Bəs həmin kitab sizə bir evin pulunu qazandırdı mı? O çox köməkli. O 1000 tirajla çıxdı, 1000 dənə. Sürətlə alındı. Əvvəl 100 dollara alırdılar. Sonra Azərbaycanda belə şey çıxmamışdı. Bəli. Bilmirəm, dura bilsəydim göstərərdim. Sonra baxarıq, sonra göstərək. O kitab çox böyük köməyi oldu və hamı aldı. 100 dollara, 50 dollara, 30 dollara, 10 şirvana, lap aşağı da 5 şirvana alındı və o vəziyyətimiz ondan sonra düzəldi. Ondan sonra o şey... İndi vəziyyətiniz yaxşıdırmı? İndi babatdır, yaxşıdır, Allah'a şükür. Siz 93-94-cü illərdə Turan jurnalını nəşr elətdirmişsiniz. Bəs Turan birliyinin qurulacağına inanırsınızmı? Yox, mən neçə il, 5 il bundan qabaq demişəm ki, bu Turan ideyası nağıldır, baş tutan deyil. Çünki bu xalqların, Orta Asiya xalqlarının hərəsinin öz taleyi var, hərəsinin öz xarakteri var, hərəsinin öz niyyəti var, hərəsinin öz psixologiyası var. Bunları bir yerdə Turan dövlət yaratmaq bu nağıldır, xəyal mən əvvəldən də bilirdim.
Amma bu ideya kimi gözəldir. Yəni türk dilli xalqların dostluğu. Bu ölkələrin hər biri müstəqil dövlət olsun. Bir-birləri ilə qarşılıqlı dostluq əlaqələri yaratsınlar. Bir-birlərinə gedib gəlsinlər, bir-birindən ticarət eləsinlər. Amma ümumi ordu, nə bilim, sərhədsiz birləşik Turan dövləti bu xəyal plovdur, bu nağıldır, bu olan deyil. Bunu bisavad adamlar, yəni özündən razı, lovğa, amma hadisələrin mahiyyətini enə bilməyən adamlar, xalqların psixologiyasını bilməyən adamlar deyil. Bunları birləşdirmək Sovet İttifaqı kimi olardı, necə zorla eləmişlər, axırı nə oldu? Onun da axırı belə mümkündür. Avropa Birliyi modelində də ola bilməz? Avropa Birliyi, Avropa başqa xalqlardır. Biz başqa xalqıq. Bizim xarakterimiz başqadır. Avropalılar 360 dərəcədə bizdən fərqlənirlər. Onlar yüksək səviyyəli, beyinli. Bizim 90%'imiz nədir küçədə, orada, burada, avara, nədir? Taksidə, bir məhətə, budur, nə bilim. Şəxsiyyət bizim xalqımız budur. Bizim xalqın içindən mənim xalqım, mənim oxucum. Mənim xalqım Azərbaycan xalqı deyil. Mənim xalqım Azərbaycan xalqının 1000 nəfəridir. Vəssalam. Qoy mənim olan nədir? Bir dənə ətrafda tanımırlar burada. Əlisan Nicat var, heç saymırlar. Bəs kimləri tanıyırlar? Heç kimi. Onlar ancaq onu bilirlər, gedib qazansın, uğrasın, gəlsin, qarnını doydursun, geyindirsin, arvad uşağın yedirsin. Vəsə bunu Azərbaycan xalqı bundan başqa heç nə bilmir. Bu müəyyən mənada bir xalqı təhqir kimi də. İndi xalqı təhqir, bu həqiqətdir, dəxil mən sübut eləyərəm. Minlərlə sübut gətirirəm. Bu faktdır. Mən demirəm Azərbaycan xalqının ermənilərdən, gürcülərdən qat-qat böyük mədəniyyəti var, böyük keçmişi var. Azərbaycanın Midiya adında dövləti olur. Midiya təmiz türk dili olub. İqrar Əliyev mənim əleyhimə çıxırdı. Mənim əleyhimə qoymurdu əsərlərim çıxsın. Çünki mən deyirdim ki, bilirdim ki, Midiyalılar türk dilli xalqdır. Bir qədim türk dilli xalqı, qədimdən bəri, Midiya dövründən, Astiyak, onların hökmdarı türk olub. Amma dəxli yoxdur, o vaxt mən tək tənhaydım, KGB ilə məni izləyirdi, türkpərəstli kimi. 2 dəfə Lənkəranda quyumuzu zəhərlədilər. Sonra başqa yerlərdə də mənim çox böyük təhlükələrə məruz qaldım, amma Allah, mən deyirəm ki, Allah məni eşitdi, Sovet İttifaqını dağıtdı, Allah mənə görə dağıtdı. Çünki məndim bir dənə əzab çəkən. Heç kim anar, bu, heç biri Sovet İttifaqının varlığından əzab çəkmirdilər. Hamı uyğunlaşmışdı, amma mən əzab çəkirdim. Mən uyğunlaşmırdım heç bir. Allah da eşitdi, dağıtdı onu. Sonra əsərlərimin sayı hesabı olmadan əsərlərim, kitablarım çap olundu. Əlsəm müəllim, Mədəniyyət Nazirliyi ilə münasibətləriniz necədir? Sizi itirib axtarırlarmı? Heç vaxt mənim adımı çəkmirlər. Heç vaxt məndən nə olduğunu bilmirlər. Mən adını, nə mən onlar üçün mövcudam, nə də onlar da, nə onların mən üçün mövcuddurlar. Yoxdur, mənə heç bir adım çəkilmir heç. Axı Əlisan Nicat düz danışmır axı Kabuskada. Kabuskada düz danışmır. Ona görə onlar çəkinirlər, qorxurlar mənim adımı çəkməkdə. Amma mən hakimiyyətə də təşəkkür edirəm. Ona görə ki, doğrudan da mənim hələ heç kim mənə bir dənə prokurorluqdan, bir dənə idarədən zəng vurub demirlər ki, sən niyə belə danışdın, niyə belə dedin, niyə belə kitablar çapırırsınlar. O prokurorlar da sağ olsun. Qarabağ azad olundu, artıq Azərbaycan ərazi bütövlüyünü bərpa elədi və düşünürsünüzmü yenidən biz ermənilərlə yaxşı münasibət qurub dostluq eləyəcəyik? Bəli, lazımdır bu. Qonşudan, qonşu. Əgər əlaqə mümkün deyil, qonşusuz yaşamaq, bayquş mümkün deyil. Qonşuluq necə belə alır, ticarət necə Sovet dövründə Lənkərana gəlirdi, Ermənistana Lənkərana, Qarabağda nə yaxşı kartofları, nə yaxşı əlaqə yarat, dostluq münasibətləri yaratlar falan. Amma daha yalancı şeyləri Şamiyana paya məhsur eləmə. Və düşünürsünüz ki, ermənilərlə yenidən münasibət olacaq və sizin Sovet dövründə erməni yazıçılarla dostluğunuz var idimi?
Yok vallahi heç dostumuz yok idi. Bir dəfə o erməni dilində jurnal çıxırdı. O jurnalın gəldilər məndən Gəncəli müdrik əsərin deyəsən, hə. Onun əsərini dedilər ver bizə çap eləyək. Aldılar çap eləməyə, amma sonra deyəsən dağıldı, Sovet hakimiyyət dəyişdi, zad oldu, nəysə qaldı, çıxmadı ermənicə. O ermənicə çap eləmək istədilər, qaldı. Başqa heç bir əlaqəm canım yox idi ermənilər. Əlsa müəllim, varisləriniz varmı? Sizin yolunuzu davam etdirəcək. Oğlum var, Allah'a şükür. Min şükür. Oğlum var. Yəni yazır o da, yoxsa? Yox, o nəşriyyatda korrektor işləyir, orada kitablar zadı, amma Özü də yazır da yəqin. ədəbiyyatda maraqlanır, yaxşı zadı var. Dünya ədəbiyyatın, mədəniyyətini yaxşı bilir, yaxşı oxuyur, yaxşı öyrənir. İnşallah yəqin ki, səhhətinizdən də şikayətiniz yoxdur. Yoxdur, yoxdur. Heç nədən, Çox heç şükür. ümumiyyətlə heç nədən şikayətim yoxdur. Əlsa müəllim, gələn il 90 illik yubileyinizdir. Keçirəcəksinizmi? Sağlıq, salamatçılıq olsa. Bəli, eləyirlər, dostlarım keçirir. 80 illiyimə hətta bir kitab da buraxıblar, böyük kitab buraxmışlar. Əlisən Nizat, 80, 80. Orada çoxlu yazılar çıxıb, hamı çox böyük adam, Cəmil Həsənlinin və başqalarının yaxşı rəyləri çıxıb. İndi də uşaqlar deyir, amma şagirdlərim var da çoxlu. Onlar deyirlər 90 illiyi geniş qeyd edəcək. Həm bir məclis düzəldəcək, həm də kitab buraxacaq. İnşallah, tək salamatçılıq olsun. Var olun. Söz verirəm sizə. 90 illik yubileyinizdə Üzeyir Hacıyevdən və musiqidən danışacağıq. Çox Sağ olun. Minnətdaram. Siz də sağ olun. Sağ olun.